Müştəri hər zaman haqlıdır, fikrindən razısınız. Biznes stereotipi olaraq müştəri həmişə haqlıdır. Ümumiyyətlə hər bir müraciətin öz hekayəsi var. İnsan var belə ağac almaq üçün belə lizinqa müraciət eləyir. Çünki lizinqin anlamını başa düşmür. Pul deyir yağış kimi bir şeydir, belə bir deyim var ki, istəyəndə o yağmır. Artıq o dövr deyil ki, gedim öyrənim, praktiki, artıq savaddır. Deyir, bəzən biz kəpənək tutmaq istəyəndə kəpənəyin arxasınca qaçırıq, amma ayağımızın altında əzdiyimiz bənövşələrin fərqində deyilik. Salam, hörmətli izləyicilər, Bankir Masası verilişin növbəti buraxılışı efirdədir. Bugün biz lizinq bazarının inkişafından, eyni zamanda komanda idarəçiliyindən danışırıq. Bugünkü qonağımız Hermens Finans Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Həmid Mirzəyevdir. Həmid mənim, xoş gəlmisiniz. Xoş gördük Rami bəy. Təşəkkür edirəm dəvətiniz üçün. Bu yeni layihəniz uğurlu bərəkətli olsun. Çox sağ olun, bütün imza atdığınız layihələr olduğu kimi hamısı uğurludur. Bu da öz növbəsində onlardan biri olsun inşallah. Təşəkkür edirik, çox sağ olun. Necə hiss edirsiniz özünüzü? Rahatsız başlaya bilərik? Sizin olduğunuz mühitdə biz həmişə rahat oluruq. Çox sağ olun, təşəkkür edirəm. Həmid mən belə başlayaq. Bax, insanlar ümumiyyətlə lizinq haqqında nəyi yanlış düşünür? Lizinq barəsində yanlış düşüncə nədir? İlk öncə onu deyim sizə ki, Rami müəllim, ilk öncə onu düşünürlər ki, insanlarda stereotip qalıb ki, lizinq kreditdən bahadır. Əslində bu elə deyil. Sadəcə olaraq stereotip olaraq, fikir olaraq belə formalaşıb. Əslində lizinqin üstünlükləri var. Vergi tərəfdən, ödəniş cədvəli tərəfdən, ilkin ödəniş tərəfdən. Bunları hamısı nizamlı şəkildə bir vergi ödəyicisi tamamlasa, düşünər ki, heç də baha deyil, kreditdən baha deyil. Aydındır. Ümumiyyətlə, bax, xüsusən lizinqdə daha çox avtonəqliyyatların lizinqidir də, doğrudurmu? Avtonəqliyyat və texnika. Texnikaların lizinqi. Bax, bu sahibkarlar üçün, lizinq ilk öncə nəzərdə tutaq, sahibkar üçündürmü, yoxsa fiziki şəxslər üçündürmü? Lizinq belə deyək, hüquqi və fərdi sahibkarlar üçündür, sırf istifadə. İndi hal-hazırda qanunvericiliyi biraz dəyişiklik olacaq. İnşallah yeni qanunvericiliyə uyğun biz işimizi, fəaliyyətimizi davam etdirəcəyik. Hal-hazırdakı vəziyyət belə hüquqi şəxs və fərdi sahibkarlar. Fərdi sahibkarlar üçündür. Bəs ümumi götürsək, heç təcrübədə rast gəlinibmi ki, məsələn, lizinqlə avtokredit almalar avtomobil satışını çoxaltsın? Yəni, özünüz bunu yəqin ki, müşahidə edirsiniz də. Bir azmundan qabaq vurğuladığım kimi, sırf vergi ödəyiciləri bunu anlayıb götürürsə, onlar üçün bu daha sərfəlidir. Çünki vergi qanunvericiliyində öz əksini tapıb ki, bunun aylıq ödənişləri lizinqin xərclər kimi tanına bilir. Bu nöqteyi nəzərdən sahibkarlar üçün sırf lizinq götürmə daha sərfəlidir. Həm də belə deyək də digər xərclərdən azad edir. Yəni, lizinqə olan ödənişlər sahibkarın xərci kimi tanındığına görə bu sahibkar üçün sərfəlidir lizinqlərin ödənişi. Aydındır. Bəs Həmid mənim, ümumi əsas komanda idarə etməsi baxımından siz bir rəhbərsiz, baş direktorsuz, böyük bir şirkət idarə edirsiniz. Bəs şirkətinizdə konflikt yarananda həmin konfliktli vəziyyətləri nətər idarə edirsiniz? İlk öncə, indi bütün rəhbərlər kimi çalışırıq ki, konflikt baş verməsin, amma təbii ki, bu baş verə bilir. Baş verdikdə biz çalışıram ki, hər iki tərəfi dinləyim. Məqsəd günahkarı axtarmaq deyil də, belə deyək. Bəli. Problemi çözməkdir, dinləməkdir. Və çalışıram ki, bir kompromis taparaq hər iki tərəfi dinləyim, bir çıxış yolu tapım bu vəziyyətdən. Şükür Allah ki, indi kimi alınıb. Şükür, laf yaxşı. Digər bir məqam, bəs siz özünüz işə götürəndə rəhbər kimi yəqin ki, bütün etaplardan keçəndən sonra son qərarı siz verirsiniz. Bax, sizin üçün rəhbər olaraq işçidə hansı kriteriyaları daha çox prioritetləşdirirsiniz ki, işçidə əsas bu kriteriyalar olsa, mənim üçün məqbuldur və yaxud da ki, bunun olmağın vacib hesab edirsiniz. Həmin kriteriyalar olmayan işçini bir növ
götürmüsünüz yeni əməkdaş cəlb etdiyinizdə? Əməkdaşda ilk növbədə mənim üçün önəmli olan məsuliyyətidir, işə yanaşmasıdır. Düzdür, ilkin götürəndə həmin işçinin o kriteriyaları çözmək olmur, belə deyək. Amma verilən suallardan, alınan cavablardan ilk təəssürat bilmək olur. Məsəl üçün, ilk verdiyim sual ola bilərdi ki, son bir il ərzində nəyi öyrənmisən və işində necə tətbiq eləmisən? Onun cavabı mənim üçün çox maraqlı olardı və özüm üçün bir stereotip qurub onun növbəti etapa keçib-keçməməsi üçün qərar verə bilərəm. Yəni gördüyü işin fərqindədirmi? Bəli. Bunu Və daha son çox. işində nələr öyrənib bu insan, nəyi tətbiq eləyib? Ay sağ ol. O mənim üçün çox maraqlıdır. Bir nəfər gedir daşyonanla, 3 dənə daşyonandan eyni şeyi soruşur. Soruşur ki, nə iş görürsən? Biri deyir ki, daş yonuram. Gəlir ikincidən də soruşur ki, sən nə iş görürsən? Bu da deyir ki, çörək pulu qazanıram. Gəlir üçüncü daş yonandan soruşur ki, sən nə iş görürsən? Bu da deyir ki, məbəd tikirəm. Deməli, eyni işi görənlər fərqli cavablar verir. Yəni, gördüyü işin fərqində olmaq. Yəni, bu həqiqətdə gördüyü işə sadəcə iş kimi mi baxır, çörək qazanc yeri kimi mi baxır, özünün inkişafı və eyni zamanda özünün bunun həyatda təsiri, anlamı nədir, bunun fərqində deyilmi? Əslində bu misalla onun izahını vermək istəyirik ki, bəzən həqiqətdə görsən ki, işçilər gördüyü işin fərqində deyil. Yəni, sadəcə əmək haqqı allam kimi baxır. Bu da ümumi perspektivdən, ümumi inkişafdan, ümumi fəlsəfədən uzaq salır. Yanaşmanız çox doğru, məntiqli yanaşmadır. Ona görə mən də həmin yanaşmanı təqdir eləyirəm. Bəs Həmid müəllim, ümumi götürsək, işçilərin inkişafı baxımından, yəni rəhbər var ki, səmimi söhbət eləsək, mənim şəxsən tanıdığım bir neçə rəhbər var ki, işçinin inkişafını dəstəkləmir. Yəni, şəxsən tanıyıram. Deyirəm, niyə dəstəkləmir? Deyir, bu inkişaf eləyər, çıxar gedər başqa bir təşkilata. Yəni, fobiyası var. Qorxu var ki, bu inkişaf elədikcə gedər başqa yerə. Yəni, mən kadra investisiya qoyaram, bunu inkişaf elətdirərəm, sonra da bu gedər. Siz rəhbər olaraq, bax, sizin yanaşmanızda siz necə işçi inkişafı dəstəkləyirsinizmi? İşçinin inkişafından ehtiyat eləmirsinizmi? Mən bunu yaxşı kadr kimi yetişdirərəm, sonra başqa bir təşkilata gedər. Düşünürəm, həmən şirkətlərdə ümumiyyətlə tam yanlış bir formadır, idarəçilik formasıdır. Çünki işçinin, belə deyim də, inkişaf elətdirilməsi birbaşa təşkilatın uğurudur. Çünki o işçini ki, təşkilat yetişdirir, siz bunun şahidisiniz, biz mütəmadi sizin akademiyanın kurslarına, belə deyək, göndərir əməkdaşları və öz nəticəsini verir bu kurslar. Mən özüm də sizin akademiya məzunuyam. Bəli. Bəli. Və fəxr eləyirik. Bəli. Sağ olun. Mən özüm də fəxr edirəm ki, həmin akademiya məzunuyam və bir çox kolleqalarımız da həmin akademiyadan yararlanıb. O ki, qaldı inkişafa, xeyr elə düşünmürəm. İşçini ümumiyyətlə peşəkar formaya salmaq üçün bütün kurslardan istifadə olunmalıdır. Kursdur, digər bir yönümlü İnkişafını dəstəkləmək mütləqdir. Mütləqdir, çünki təşkilatın uğuru birbaşa ondan asılıdır. Və düşünmürəm ki, həmən əməkdaş olur, düzdür, dəyərləndirməyib çıxıb gedən əməkdaşlar da ola bilir. Şükür Allah, biz bunu rastımıza gəlməyib. Amma mən tərəfdarıyam ki, bu işçilərin inkişafı olsun. Və sizcə rəhbərdə ən ya 3 vacib xüsusiyyət nə olmalıdır ki, bu həqiqətdə yaxşı rəhbərlərdə olmalıdır? Düşünürəm ki, birinci ədalətli olmalıdır rəhbər. İkinci olmalıdır ki, belə deyim, dinləmə bacarığı olmalıdır. Əməkdaşı dinləmə bacarığı olmalıdır. Düşünürəm ki, dinləyə bilməyən rəhbər heç bir nailiyyətlər əldə edə bilməz. Doğrudur. Və dürüstlük olmalıdır, məsuliyyət olmalıdır. Məsuliyyətlə ədalət, yəni ən vacib bir amildir. Bir-birini bağlayır, tamamlayır. Bəs yaxşı, rəhbərin kriteriyalarını vurğuladıq.
Ümumi halda bəs rəhbərin uğuru nə ilə ölçülür sizə görə? Yaxşı mənfəətlə işlədirmi təşkilatı, yoxsa yaxşı idarə edirmi? Komanda mühiti varmı, sağlam komanda mühiti varmı, yoxsa yaxşı məmnuniyyət göstəriciləri var müştərilərin? Yəni daha çox hansı prioritetdir? Yaxşı rəhbərin uğuru kimi hansını saya bilərik? Rəhbərin uğuru mən düşünürəm ki, ən vacib bir amil odur ki, düzgün, güclü komanda qurmaqdır. Güclü komanda qurandan sonra onların potensiallarını ortaya qoymaqdır. Və düşünürəm o potensiallar ortaya qoyulandan sonra həm şirkətin mənfəətliyi, həm müştəri məmnuniyyəti və digər kriteriyalar hamısı öz əksini tapacaq. Ən önəmli bir şey mənim üçün güclü komanda qurmaqdır. Ay sağ ol. Yəni demək istəyirsiniz üçü də vacibdir, amma təməli komandadan Təməli başlayır. komandadır. Komanda qurulanda o birisilər ondan yaranır onsuz da, düzdür? Çünki müştəri məmnuniyyəti də komandanın güclü olmağından, professional olmağından və şirkətin mənfəəti də bilavasitə ondan asılıdır. Müştəri məmnuniyyəti üçün hansı sizin özünüzün baxış bucaqlarınız var ki, əsaslandırasınız ki, mənim təcrübəmə görə bu situasiyada müştəriləri məmnun eləmək olur və bu bizim bir növ siyasətimizdir, şirkətin siyasətidir, məmnuniyyət siyasətidir, keyfiyyət siyasətidir. Nədir müştəri məmnuniyyəti sizin üçün, sizin təşkilat üçün? Bu bazarda belə deyim ki, rəqiblərimiz də var, kifayət qədər rəqiblərimiz var. Ən vacib məqam siz vurğuladığınız kimi müştəri məmnuniyyətidir. Sırf müştəri məmnuniyyəti ilə biz bazarda daha dayanıqlı, daha inkişaf etdirə bilərik şirkətimizi. O da nədən asılıdır? Düzdür, hər bir müştəri fərddir. Yəni eyni yanaşma ilə yanaşmaq olmaz. Həmişə əməkdaşlara da bunu deyirik ki, hər bir müştərinin öz prinsipləri, öz xassiyyəti var. Sadəcə ilkin bu bank sektorunda işlədiyimizə görə və bizim komandanın bir çox hissəsi bank sektorunda işlədiyinə görə müştərinə ilkin danışıqdan artıq onun hansı düşüncə sahibi, hansı kriteriyalara sahib olan bir şəxs kimi analiz eləmə bacarığı var artıq. O da sırf peşəkarlıqdan irəli gəlir. Bununla yanaşı müştərinin ilkin analizdən dərhal sonra həmən müştəri ilə hansı üstündə kontakt, müştəri var ki, tələskəndir, müştəri var ki, istəyir işi tez həll olunsun, müştəri var ki, xoşlayır ona əlavə servis göstərilsin. Səbirsiz müştərilər də çoxdur və hal-hazırdakı məqamda bizdə vaxt önəmlidir. Hamı istəyir vaxta qənaət eləsin. Düşünürəm ki, vaxta qənaət olunan bir şirkətdə məmnuniyyət də yüksək olur. Ümumiyyətlə müştərini iki qrupa ayıraq. Müştərilər var ki, maliyyə xeyri güdənlər, müştəri də var ki, xidmət keyfiyyəti güdən. Yəni bunun xidmət keyfiyyəti yaxşı olsun, yəni bir növ rəqabətlikdə sənin bir növ faiz dərəcən də önəmli deyil. Amma əsas o xidmətdən məmnundur. Yəni bu daha çox xidmətdən məmnundur deyə təşkilata emosional bağlılığı var. Tamam? Amma müştəri də var ki, yəni kim 1% aşağı versə sizi tərk edib gedəsidir buna. Yəni bunun ikisi də var, ikisinin də olmağı normaldır. Məncə yaxşı təşkilatlar siyasətdə həmişə buna marketinqdə bir növ bazarın qaymağını yığma strategiyası apara bilirlər də. Yəni həm maliyyə xeyrindən, yəni bir növ rəqabətli faizlə bu müştəriləri özünün müştərisinə çevirir. Bir də yaxşı xidmət keyfiyyətindən də hər ikisinin bazarına hədəflənir. Çünki bəzən kimsə xidmətə fokuslanırsa, faiz yüksəkdirsə, yəni bu kontingent itirir. Kimsə də faizlə udursa, amma xidməti bərbaddırsa, yaxşı deyilsə, bu da müştərisini saxlayır nəyin hesabına? Faizin hesabına. Siz hansını təqdir eləyirsiniz? Eyni fikri təqdir eləyirsinizmi? Hər ikisinə fokuslanmaq vacibdirmi? Düşünürəm ki, hər ikisinə fokuslanmaq vacib. Nəyə görə? Müştərilər var ki, dediyiniz kimi xidməti daha üstün qoyur, faizi yox. Biz çalışırıq ki, həm xidməti, həm faizi müştəri uyğun eləyək. Nə mənada uyğun? Bir müştəri ola bilər ki, servizdən razıdır, faizi hansısa bir təşkilatdan yuxarı götürüb, amma servizindən razıdır.
digər onun bir tanışı ola bilər. Deyə bilər ki, tutalım, mən səndən aşağı faizlə faydalanmışam hər hansısa bir məhsulu. O artıq onun psixoloji olaraq bu servisdən nə qədər də insan vəsaiti düşünür də, servisdən də nə qədər razı olsa belə yönələ bilər başqa şirkətə. Çünki psixoloji var. Amma o eşitsə ki, həm mən servisdən razıyam, həm faiz də mənə münasib veriblər. Yəni, artıq o şirkətə bağlı olacaq. Çünki bizdə hal-hazırda var 6-cı, 7-ci, 8-ci belə dövr müştərilərimiz var. Şükür Allaha da, yəni bizdən tam razı müştəri. Yəni prinsipiniz həm müştəri gətirir prinsipinə sadiqlik qalırsınız ki, bu müştəri də mənə başqalarını tövsiyə edir. O prinsip həmişə işləyir. Bəli, o prinsip həmişə işləyir. Bir də ki, daha çox da müştəriləri daimi sadiq müştəriyə çevirmə prinsipiniz var. Bir mənalı belə deyim də, artıq bizim müştərilər bizim kollektivlə bir doğmalaşmalısı var, bir dostluq münasibəti var, bir istilik var. Bu da düşünürəm ki, həm o siz dediyiniz müştəri bir müştəri gətirir prinsipinə uyğundur. Həm də artıq özlərinə yeni bir nəsə əldə eləyəndə artıq Hermes Finans ağıllarındadır, başqa bir şirkət ümumiyyətlə axtarma fikrində olmurlar. Lap yaxşı, bunun özü uğurdur. Bəs müştəri hər zaman haqlıdır, fikrindən razısınız? Biznes stereotipi olaraq müştəri həmişə haqlıdır. Yəni bundan razı olsa da, səhv olsa da haqlıdır. Razı olmaya bilmərəm, amma düzdür, bu biznes sahəsində biz görürük də, adekvat olmayan da insanlar çıxır. Amma çalışdığımız qədər, yəni komandanın yenə də qayıdırıq o təlim, peşəkarlıq səviyyəsinə görə çalışdığı qədər komandada da biz həmişə deyirik ki, hər bir müştərinin, belə deyək də, Loro desə, öz dili var. Yəni, başa düşməyən müştəri yoxdur. Sadəcə olaraq onu o başa düşdüyü dildə, düzdür, ola bilər o maliyyə savadı yoxdur, onu Loro dildə başa salsan belə başa düşəcək. Aydındır, doğrudur. Yəni, hər bir müştəri, heç bir müştərinə konfliktə girmək ümumiyyətlə düzgün deyil mən sayıram. Təbii ki, doğru yanaşmadır. Həmid müəllim, bir məqam, bax, görürük ki, bəzən insan psixoloji olaraq, özümüz də bəzən eləyik də, tutaq ki, mən özümə bir maşın almaq istəyirəm, misal üçün, bunun qiyməti 10.000-dirsə, sonra görürəm ki, deyirəm, yaxşı, 10-10-dursa, misal üçün də, 15-ə bu var, ondan sonra bunu alım. Sonra deyirəm ki, 15 ilə 18-in arasında bir 3.000 böyük bir fərq yoxdur. Yəni, 10 ilə 18-lik alım, 18-likdənsə 20, yəni 10.000-lik maşın nəticədə tutaq ki, gəlir 20.000-lik bir maşını götürmək qərarına gəlir. Yəqin ki, siz də təcrübədə belə bir hallarla rastlaşsınız. Yəni, bir növ maşınları müqayisə eləyək ki, ortada 3.000 fərq var, ortada 5.000 fərq var, belə, elə bil düşünüb gəldiyi ayrıdır, nəticədə almaq istədiyi ayrı olur. Yəni, bir növ pulu çatır, tutaq ki, Priusa, amma istədiyi Range Rover'dir. Yəni, bunlar əlavə onlara maliyyə yükü, yəni bunları nəzərə alırsınızmı, yoxsa elə məmuniyyətdir deyə bunları məmun eləyib həmin 10.000-lik maşın almaq niyyəti ilə gəlib, axırda 20.000-ə çıxsa da buna maliyyələşdirməyə çalışsınızmı ki, tamam müştəridir, məmun eləyək, alsın. Amma siz görürsünüz ki, bu maşını alası olsa, borc ödəmə qabiliyyəti buna imkan verməz, normadan artıq yüklənə bilər. Tamamilə doğru deyirsiniz. Praktikada elə bir hallar çox olur. Hətta gündəlik belə olur. Müştəri ilə analiz apararkən, söhbət edərkən, tutalım müştəri girir bir 40.000-lik yükün altına, avtomobil almaq istəyir. Müştərinin gəlirlərini analiz elədikdə görürsünüz ki, bu 40.000-lik yükü daşıyacaq insan deyil. Bəli. Və borc yükü var adamın. Adama izah eləyirsən, adam sıf deyir, o dostundan qalma geri bir prinsipindən. Deyir ki, yox, mənim dostum ondan alıb, mən də ondan alım və yaxud ondan üstününü alım. Biz çalışırıq ki, izah eləyək ki, ya tutalım bu markanı yox, bu markanın alternativini ala bilərsin. Bundan daha ucuz, yüklənməyəcəksən. Bir çoxuna başa salmaq olur, gedir ona. Bir çoxu hansı ki, razılaşmır.
artıq o imtinaya səbəb olur. Çünki biz tərəfdarı deyilik ki, bu yükə girsin, sonra ödəməsin, sonra problemləri yaşansın. Ayso, siz bir növ maliyyə məsləhətçisi kimi də öz İlk məsləhətlərinizi verirsiniz ki, sənin üçün borc yükü yaranar. Praktikadan danışırıq. Bəli. Hətta bizim praktikada olub ki, məsəl üçün adamın borclanıb, borc yükü kifayət eləyib, sonradan adam problemlər yaşayıb və onun altından çıxa bilməyib. Onlara belə izah eləyirik ki, artıq psixoloji olaraq müştəri bunu anlasın ki, buna getmək olar, olmaz. Bir çoxu belə deyim, bir 70% anlayır bunu, dəyişir, bir məbləğ azaldır. Müştəri Bəli. olur ki, biz onu illər öncə qabaq izah eləmişik bunu. Kifayət qədər az məbləğli avtomobil alıb, onu satdıqca maliyyə vəziyyəti düzəldikcə artırıb, indi hal-hazırda kifayət qədər yüksək məbləğli avtomobil idarə edir. Ona gəlib çatır. Amma bəli. ilkindən o yüksək məbləğli avtomobil alsaydı altından çıxa bilməyəcəkdi. Yəni bir növ maliyyə planlamasını düz apara-apara Mütləq. məqsədinə də Çatır, məqsədinə də çatır. Doğrudur, əslində elə olmalıdır. Yəni çox vaxt insanlar borc yükünü, yəni gəlir çıxarı düz hesablamadan hansısa bir hisslərə qapılaraq qərar verirlər və düşünür ki, bunun altından çıxa bilər, amma sonra da bu nəticədə onun maliyyə uğursuzluğu özü üçün bir belə deyək də maliyyə sıxıntılarına gətirib çıxara bilər. Doğrudur. Bəs ümumiyyətlə lizinq bazarında elektrik mühərrikli avtomobillərin həcminin artması bazara təsiri necə oldu? Yəni qarşıdakı dönəmdə nə gözləyirsiniz? Yəni bu daha da çoxalacağını mı düşünürsüz siz? Belə deyək, lizinq bazarına düşünürəm ki, elektrik avtomobillər yaxşı təsir göstərəcək. Nəyə görə? Çünki texnologiya hər gün inkişaf eləyir, yeni avtomobillər çıxır və insanlar da tez-tez avtomobillərini dəyişmək istəyir. Bu da lizinqin düşünürəm inkişafına təməldir. Yəni özünü bir yaxşı göstərməlidir düşünürəm. Çünki texnologiya ilə insanlar ayaqlaşmaq istəyir. Hal-hazırda durum necədir? Çoxdurmu? Yəni miqyasla götürsək, elektrik mühərrikli avtomobillərin satışı əvvəlkilərə nisbətdə çoxalıbmı, yoxsa hibrid mühərriklilərdir, yoxsa köhnə ənənəvi elektrik hibrid olmayanlardır, hansılar? Tendensiya onu göstərir ki, hal-hazırda ki, ümumiyyətlə biz düşünsəydik, bir neçə il bundan qabaq düşünsəydik ki, Azərbaycanda bu qədər Çin avtomobili olsaq, heç fikrimizə belə gələ bilməzdi ki, çünki hamı Çin avtomobillərdən qaçırdı. Bir müddət bundan öncə. Razıyam. Hal-hazırda tendensiya dəyişib, hamı Çin avtomobillərinə üst tutub. Ona görə Çin avtomobilləri də bir çoxsu hibrid və elektrik olduğuna görə bu tendensiya artıb. Biz bildiyimiz köhnə benzin mühərrikli avtomobillərin satışı bir o qədər də güc getmir. Çünki bir çox adam ekonom avtomobillərə keçmək istəyir. O da ki, hibrid və yaxud da elektrikdir. Ona görə onların satışı hal-hazırda kifayət qədər çoxdur. Eyni zamanda bunlar o green finance var da, yaşıl maliyyəni dəstəkləmiş. Bunların həcminin artması əslində ümumi məqsədlərə xidmət eləmiş olacaq, ekoloji tərəfdən tamamilə doğrudur. Ən maraqlı bir lizinq hadisəsi danışa bilərsiniz təcrübədən. Təbii ki, kommersiya bu sirri, adın bank sirri qoyaq da sizdə, onu qorumaq şərti ilə, ad-zad çəkməmək şərti ilə. Maraqlı lizinq hadisəsi, bəlkə bir yaxşı təcrübə bölgüsü deyək. Bu sahə ilə maraqlı olan şəxslərə üçün bir təcrübə olar. Ümumiyyətlə, hər bir müraciətin öz hekayəsi var. Bank sahəsində, lizinq sahəsində, ümumiyyətlə, bu kredit sahəsində deyəlim. Amma mənim üçün ən maraqlı müraciətlər odur ki, hansısa bir biznes yönümlü şəxs öz biznesini artırmaq üçün, öz biznesinin inkişafı üçün bizdən yararlanmaq istəyir. Biz də bir şirkət olaraq həmən o biznesin artmasında pay sahibi olduğumuza görə qürur duyuruq. Bizim üçün maraqlı olan o hissələrdir. Düzdür, müraciətlər fərqlidir. Yəni insan var belə bir ağac almaq üçün belə lizinqə müraciət eləyir. Çünki lizinqin anlamını başa düşmür. Doğrudan, ağac. Bəli, yəni müxtəlif müraciətlər olur bizim iş praktikamızda. Siz daha çox texnikaların, yəni subyekt üçün avtomobil və texnikaların lizinqini həyata keçirirsiniz də, düzdür? Hal-hazırda odur, amma insanların düzdür o bilmədiyinə görə müraciət eləyə bilər. Biz ona izah eləyirik ki, bu
lizinq nə deməkdir və lizinqin anlayışı nədir. Cürbəcür müraciətlər olur. Yəni bu da praktikada banklarda da olur, lizinqdə də olur, bütün maliyyə təşkilatlarında bu kimi hallar baş verir. Son olaraq Həmid müəllim, bu gənclərə nə tövsiyə verə bilərsiniz inkişafla bağlı, istər onların maliyyə savadlığından bağlı, bu aspektlərdə tövsiyələriniz nə ola bilər? Bax, siz bir rəhbər kimi tövsiyə verə bilərsiniz ki, siz bunu belə etsəz uğurlu ola bilərsiniz. Rəhbər olaraq mənim yanaşmam budur. İlk növbədə onu demək istəyirəm ki, gəlirləri artdıqca xərclərini planlasınlar. Çünki bizdə var ümumiyyətlə biraz gəlir artır, ondan qabaq dediyimiz kimi böyük yükə giririk, yüklənirik. Qənaət eləməyə bacarsınlar. Çünki belə bir atalar məsələ var ki, belə deyim də, lor dildə desə ki, pul deyir, yağış kimi bir şeydə, belə bir deyim var ki, istəyəndə o yağmır. Yağanda gəl onu yığasan ki, istəsən yağış yağsın, yağmır da, bu Allahın verdiyi lütfdir. Ona görə qənaət eləməyə bacarsınlar, xərclərini düzgün formada planlasınlar ki, gələcəkdə nəyisə artıra bilsinlər öz fəaliyyətlərində. Bu sahədə karyera qurmaq istəyənlərə sözünüz nə olar, tövsiyəniz nə olar? Bugünkü mühitdə, belə deyim, siz məndən yaxşı bunu bilirsiniz ki, necə işçi bazarında da rəqabət çoxdur, böyükdür. Artıq bankların əməkdaşları var, digər şirkətlərin əməkdaşları var. Hal-hazırda ən önəmli savaddır. Yəni üzərində işləməlidir. Artıq o dövr deyil ki, gedim, öyrənim, praktiki. Artıq savaddır, süni intellekt dövrüdür. Artıq öz üzərlərində işləməlidirlər. Bu kurslar keçməlidirlər. Hansı yönümlü artıq gedəcəklərsə gələcəkdə o yönümlü savadlarını artırmalıdırlar düşünürəm. Təşəkkür edirəm. Biz yekunlaşdırasıydıq, yaxşı bir nöqtəyə gəldik deyə. Amma bu fikirdə istəyirəm müzakirə eləyək, bundan da yekunlaşdıraq. Həmid müəllim, bax, belə bir anlayış var, sədaqət cəzası. Bu sədaqət cəzası, yəni işçi bir təşkilata bağlı işçidir, yəni sadiqdir. Bu sadiqlik bəzən, bunu sadiqliyinə görə bəzən cəzalanmış olur. Necə? Məsəl üçün, bu da baş mütəxəssisdir. Biz kənardan da bir baş mütəxəssis götürürük. Amma kənardan baş mütəxəssis gətirəndə bir növ onu daha yüksək əmək haqqı ilə götürürük. Bu da cəza olaraq mövcud sadiqdən sadiq işçi başlayır küsməyə haqlı olaraq, eyni zamanda bunu demotivasiya edir. Bu rəhbər olaraq, bu bəzən olur da, o yaxşı bir deyim var, deyir ki, deyimin anlamı təqribən belədir, deyir, bəzən biz kəpənək tutmaq istəyəndə, kəpənəyin arxasınca qaçırıq, amma ayağımızın altında əzdiyimiz bənövşələrin fərqində deyilik. Biz bəzən təşkilatlar yaxşı işçinin arxasınca çox qaçır, amma sadiqləri də bir növ neynir, bunları demotivasiya edir. Bax, rəhbər olaraq sizin bundan bağlı vizyonunuz necədir? Yəni, siz işçinin sadiqliyi kriteriyalarını qiymətləndirirsinizmi, onu məqbul hesab edirsinizmi, yoxsa tez-tez kadr dəyişməlidir, yaxşı kimdirsə onu mu götürməliyik? Çox düzgün vurğuladınız. Biz şirkət olaraq bizim yəni hədəfimiz elədir ki, bütün pozisiyalara, rəhbər pozisiyasıdırmı, mütəxəssisdirmi, baş mütəxəssisdirmi, öz işçilərimizi, mövcud işçilərimizi yetişdirək, hər hansısa bir bacarığı çatmırsa onu kurslara yönəldək, peşəkarlaşdıraq və onu pozisiya olaraq artıraq. Düzdür, biz də yaşamışıq, onu bank sahəsində işləmişik, bütün sahələrdə bilirik ki, siz dediyiniz kimi istənilən bir işçinin üstünə işçi gələndə o işçi demotivasiya ola bilir. Deməsə də onu psixoloji olaraq demotivasiya ola bilir. Ona görə biz çalışırıq ki, qıraqdan, düzdür, peşəkarlar cəlb eləyə bilirik hər hansısa bir strateji yerlərə. Çünki artıq elə bir dövrdür ki, bayaq dediyim kimi savadlı kadrlara ehtiyac çoxdur. Amma biz birinci stereotip odur ki, öz kadrlarımızı yetişdirək, kurslara yönəldək
və öz kadrlarımızı irəli çəkək. Yəni daxili Və götürdüyümüz- rotasiyaları daha Bəli, və prioritetləşdirirsiniz götürdüyümüz siz. kadrları həmən işçilərdən bir pozisiya aşağıdırsa tutalım, həmən işçilərdən öyrənsinlər, yetişdirək. Aydındır. Aydındır. Təşəkkür edirik fikirləriniz üçün. Bununla da bugünkü verilişimiz sona çatdı, əziz izləyicilər. Əgər siz də növbəti verilişlərimizdə hansı şəxslərin qonaq olmasını istəyirsinizsə, şərh bölməsinə mütləq qeyd edin. Eyni zamanda kanalımıza abunə olmağı unutmayın. Növbəti verilişlərdə görüşmək ümidi ilə. Sağ olun.